Transpose nədir? Vəziyyətin dəyişməsi əmridir. Bu nə deməkdir? Məsələn, cədvəlimi belə hazırlamışam, amma sən demə mən bir yanlışlıq eləmişəm. Əslində nə olmalı idi? Məhsullar məsələn bir sütun boyu olmalı idi, qiymətlərdə bir sütun boyu olmalı idi. Mən səhvən belə biləcəm. Yəni bu böyük cədvəllərə də aiddir. Sadəcə nümunə kimi bu cədvəli qoymuşam. Belə bir cədvəl olarsa və indi tələb qoyularsa ki, sən bunu sütun versiyası, sətir versiyasından sütun versiyasına keçir. Bunu təbii ki, mən gəlib bir-bir kopyala, yapışdır. Uzun bir zaman alacaq. Amma bunun daha asan versiyası nədir? Seçirəm bu cədvəlimi. Bəlkə diapazon kimsə Ctrl A deyirəm, bütün cədvəli seçdim. Ctrl C deyirəm, kopyalamanı başlatdım və deyirəm ki, burada görmək istəyirəm cədvəlimi. Seçdim bu xananı. Ctrl Alt V bas special menüsünü açıram və burada transpose var aşağıda. Transpose üzərinə klikləyib OK deyirəm və həmin cədvəlimi sətir versiyasından sütun versiyasına köçürtmüş olur. Yəni artıq burada heç bir səhv də ola bilməz. Məsələn, məhsul 9 neçədir? 47. Baxıram, məhsul 9 47-dir. Məhsul 2 63, məhsul 2 63. Yəni olduğu kimi sadəcə sətir versiyasından sütun versiyasına bizim datamız kopyalanmış, köçürmüş olur. Bunun əksi də demək olar. Yəni bu versiyadan yenə sətir versiyasına qaytarmaq üçün eyni qaydadır. Ctrl C və Ctrl Alt V deyib bu versiyaya qaytarmış oluruq. Bunun bir də funksiyası var, dostlar. Bərabərdir transpose yazırıq. Baxın, bərabərdir transpose elə olduğu kimi yuxarıda bu yazdığı kimi transpose funksiyasını aktivləşdirirəm. Diapazonumu seçirəm və enter deyirəm. Və həmin eyni qaydada nəticəni aldım. Sadəcə burada özünüz yəqin ki fərqi gördünüz. Biz transpose əmrindən istifadə edəndə, yəni Ctrl Alt V-dən, bas specialdan istifadə edəndə formatı da olduğu kimi saxladı, amma funksiyadan istifadə edəndə format yoxdur, yalnız nəticə var. Və burada bir də diqqət olması məqam nədir? Əmrlər yalnız bir dəfə istifadə olunur və köhnə datada hər hansı bir məlumat dəyişikliyi olarsa, əmrlə istifadə etdiyimiz nəticədə dəyişiklik yaranmır. Məsələn, məhsul 2-də 63-dür. Mən bunu indi 155 eləyib enter desəm, baxın, burada heç bir dəyişiklik olmadı. Amma funksiya ilə verdiyim hissədə dəyişiklik oldu. Yəni bunu ona görə deyirəm ki, sizə əgər məlumatı sadəcə bir dəfə dəyişdirəcəksiniz və bu hissə daha sizə lazım olmayacaqsa, funksiya əmrdən istifadə etməyimiz idealdır. Çünki formatı da köçürür. Yəni bizə əlavə əziyyət vermir. Amma yox, datadan ikili istifadə edəcəyik. Burada dəyişəndə burada da dəyişsin. O zaman funksiyadan istifadə etmiş olacaqsınız.